Salam aleykum. Alüminium verib, oksigen verib, m qram. Alüminiumun təmizlik dərəcəsi, yəni təmiz alüminium 75%, yəni M-in 0,75 m qramı alüminiumdursa, 0,25 m də digər bərk kütlədir. Və burada alüminium oksigenlə reaksiya daxil olur, əmələ gəlir alüminium oksid. Əmsallaşdırırıq 2-ni bura, 3-ü bura, 4-ü bura yazırım. Bu 0,75 m'dir, bu da m'dir. Bunu 108'e bölürəm, bunu 96'ya. Çıxım solda duran maddənin sərf olunma dərəcəsidir. Yəni neçə faiz sərf olur. İndi bilmirəm, bunu mən oksigenə şamil edim, yoxsa alüminiuma. 0,75 m bölürəm 108'e, m bölürəm 96'ya. Hansı kiçiksə ona şamil edirəm. 0,75 m kiçik olduğuna görə ona şamil edirəm. 0,75 m'in deməli 80%, yəni 0,6 m sərf olur. Artıq burada qalır alüminiumdan 0,15 m artıq. Və bu zaman bu 0,6 m sərf olur və 10,2 qram alüminium oksid, bu da 204'dür. Buradan tənasiblə tapıram ki, m buradan 9'a bərabərdir. Vəssalam. Qutardı getdi. Reaksiyadan sonra ümumi bərk qalığın kütləsi bundan 0,15 m qalıbdır. Sadəcə 9'a vuracam. Bu da qalıb bərk olaraq 0,25 m 9'a vuracam. Bir də alınan bu bərk. Çünki bu da alınıb da. Vəssalam, bunların cəmi 13,8 edəcək.